Salam, xoş gördük. Necəsiz? Salam, xoş gördük. Təşəkkür edirəm. Mən yaxşıyam. Siz necəsiz? Çox yaxşıyıq və bugünkü həmsöhbətimiz sizsiz və sizin missiyanız elə bir missiyadır ki, siz çempionatlarda rəqiblərlə deyil, məhz özünüzlə, təbiətlə, buzluqlarla, şaxta ilə mübarizə aparırsınız. Maraqlıdır ki, bu iradə, bu cəsarət, bu ekstrem nədən qaynaqlanır? Nədən qaynaqlanır? Onu elə mən də özüm sizin kimi axtarışdayam. Bu sualla tez-tez üz-üzə gəlirəm. Tez-tez bu sualı düşünməyə vadar oluram. Mənə elə gəlir ki, elə əsl mənada bundadır ki, nəyə görə bunlar baş verir. Amma görünür ki, mənim yolum məhz dağlara düşdü və dağlar da məhz bu dediyiniz xarakter lazımdır ki, bu dağlarda həqiqətən o dağların öhdəsindən gələ biləsən. Ona görə mənə elə gəlir ki, bu bir yoldur və bu yolda indi bunun tam tərifini versəm, mənə elə gəlir ki, yanılaram. Yolun sonunda biz hər birimiz məncə görəcəyik və şahidi olacağıq ki, əslində bu nədir? Hardan qaynaqlanır? Ötən il dünyanın ən yüksək zirvəsini fəth etdiniz və bu münasibətlə cənab prezident İlham Əliyev sizi tərəqqi medalı ilə təltif etdi. Duyğularınızı eşitmək istəyərdik bu qürurlu anlar barədə. Dekabrın son həftəsi idi. Biz də artıq fikirləşirdik ki, bayram ərəfəsidir, ailə olaraq səfər etmək niyyətindəydik. Amma son həftəsində mənə belə bir zəng gəldi ki, Vəfa xanım, siz Azərbaycandasınız, Bakıda olacaqsınız. Mən dedim ki, yox, bəs biz getməyə hazırlaşırıq. Dedilər ki, yox, bəs siz Bakıda qalmalısınız. Amma mənə heç bir məlumat vermədilər. Məsələ nədir, məni nə gözləyir və s. Mən dedim ki, axı biz getmə ərəfəsindəyik. Əgər bu bir o qədər də vacib məsələ deyilsə, yeni ildən sonra biz görüşərik. Mən bilmirdim bu nə ilə əlaqəlidir, amma mənə bircə kəlmə dedilər ki, bu çox vacib məsələdir. Amma doğrudan da bunun nə olduğunu bilmirdim. Heç belə təsəvvürümə belə gətirmirdim. Və növbəti günlərdə belə bir mesaj aldım. Kompüterdə iş başındaydım, işləyirdim. Belə bir mesaj aldım ki, Vəfa xanım, biz sizi ürəkdən təbrik edirik. Bu həqiqətən də çox böyük bir qürurdur. Özünüzü necə hiss edirsiniz? Bu hissləri bizlə də paylaşın. Mən də sözün açığı anlamıram ki, söhbət nədən gedir və fikirləşirəm ki, əgər söhbət yenə də Everestdirsə, artıq Everestin üstündən bir xeyli müddət keçibdir və mən hansı hisslərimi yenidən bölüşüm. Və mən onlara sual verdim ki, mən anlamıram sizin sualınızın cavabını necə verim. Dedilər ki, bəs sizin də adınız təltif olunanların siyahısındadır. Bu haqda dedim, mənim bundan heç bir məlumatım yoxdur. Zəhmət olmasa məlumatı ilk öncə mənə göndərin. Mən ümumiyyətlə başa düşüm ki, nə baş verir, ondan sonra hisslərimi bölüşüm. Və həqiqətən də siyahıda öz adımı görəndə və Everest və Luxot zirvələrini layiqli yerini tutduğunu görəndə bu mənə çox toxundu. Kövrəldim, sevinc göz yaşları idi. Daha sonra da prezidentimiz hörmətli İlham Əliyevlə görüş oldu və təltif edildim. Bu mənim həyatımın unudulmaz bir anıdır. Mən dağlara başlayanda heç bilmirdim ki, mənim yolum məhz buralardan keçəcək, amma görünür ki, bu qismətdə var imiş, taledə var imiş və dağlar məni bu həyatımın bu anına qədər gətirə bildi. Əziz idmançılar, əziz dostlar, ənənəvi olaraq idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. İdmanın inkişafı Azərbaycanda uğurla gedir və əlbəttə idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da qeyd etdiyim kimi bir ənənəyə çevrilib. Bu çox gözəl ənənədir. 30 ilə yaxın davam edir. Azərbaycanın idman şöhrətini ucaldan insanlar dövlət tərəfindən əlbəttə ki, qiymətləndirilməlidir və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir. Tərəqqi medalı ilə təltif edilir Musayeva Vəfa Təbriz qızı. Həyat sizə bir daha sübut edir ki, göstərməyə çalışır ki, əzm və iradə ilə insan bütün uğurlara toxuna bilər. Əlbəttə, elədir ki, var. Həmin an sizə
bu təbrik gələndə, bu mesaj gələndə həmin an nə hiss keçirdiniz? Həmin an bilirsiniz necə an idi? Mənim elə bir şəxsimdən çox, özümdən çox sevindiyim bu idi ki, sanki bu yolculuq, sanki bu nailiyyət öz layiqli yerini tapmışdı. Mən buna kənardan bir şəxs kimi sevinirdim, kənardan bir insan kimi sevinirdim ki, doğrudan da bu dağlar layiqli yerini tutdu. Çünki yenə deyirəm, Everest zirvəsinə çıxan ilk Azərbaycan vətəndaşı qadını olaraq eyni sezonda 2-8 minlik zirvəni, yəni Everest və Lhotse traversini edən ilk azərbaycanlı olaraq bu bizim Azərbaycan tarixində və alpinizm tarixində bir ilk idi və bir yenilik idi və bunun bu dərəcədə parlaq, belə deyim, səhifədə yer tutması məni çox qürurlandırdı və çox sevindirdi. Gələcək uğurlara böyük bir motivasiya oldu. Əlbəttə, nəinki öz adıma, indi və bundan sonrakı olan nəslin adına da, təbii ki, insanlar üçün də, qadınlar üçün də, qızlarımız üçün də bir ilham mənbəyidir. Uğurların ardı davam edir və artıq daha bir zirvə, Afrika qitəsinin daha bir zirvəsini, yüksək zirvəsini fəth etdiniz. Bu duyğuları da biraz bölüşək. Bu duyğular da çox yaxşı və şirin duyğulardır o baxımdan ki, mənim özüm üçün də çox maraqlı idi ki, Everest və Lhotse zirvələri 8000lik zirvələrdir və çətinlik dərəcəsi həqiqətən də digər dağlarla müqayisə edilməz dərəcədədir. Heç Kilimanjaro ilə ümumiyyətlə müqayisə edilməzdir. Mənim özümə də maraqlı idi ki, belə çətin zirvələrdən sonra görəsən Kilimanjaro mənə necə təsir edəcək? O yol mənə belə sıradan bir dağ kimi görsənməyəcək ki. Bunu daha çox mənə dostlarım deyirdi ki, Everestdən sonra Kilimanjaro biraz belə. Amma mən dağçı kimi, alpinist kimi bilirəm ki, hər bir dağın öz ruhu var və fərqi yoxdur ki, dağ 2000lik hündürlükdədir, 3000, 4000, 5000. Hər bir dağın hündürlüyündən asılı olmayaraq öz ruhu var, öz enerjisi var və öz hekayəsi var. Ona görə mən Kilimanjaroya heç də Everestdən və yaxud da ki, Lhotsedan az hazırlıqlı getmədim. Elə orada çox ciddi hazırlıqla, öncədən planlaşdırma ilə, öncədən yüz ölçüb bir biçmişdim ki, hansı marşrutla gedəcəm və s. və ilaxır. Yəni o zirvəyə də çox ciddi hazırlıqla getmişdim. Kilimanjaro Everestdən, Lhotsedan və digər getdiyim zirvələrdən çox fərqli idi. Düzdür, orada texniki hissələr az idi, daha çox rahat idi, amma bu da bir 6000lik zirvədir və bu bir hündürlükdür. Heç nə olmasa belə, yəni hündürlük yorucudur və hündür olduğu üçün də, yəni ora belə deyim də, dırmanış etmək bir o qədər də asan deyil. Amma Kilimanjaronun özünün öz fərqli energetikası var idi. Digər dağlardan fərqlənirdi. Fərqli energetikası vardı və çox gözəl keçdi mənim üçün, çox maraqlı keçdi. Alpinizm sizin üçün nədir? Hobbidir, bir ekstrem növüdür və yaxud da ki, zirvələri fəth eləmək üçün sınaq meydanıdır, həvəsdir, maraqdır? Alpinizm ilk öncə mənə belə başladı. Təbiətə getmək mənim üçün təbiətlə təmasda olmaq deməkdir. Və mən təbiətə gedəndə mənim heç vaxt ağlıma gəlmirdi ki, mən dağlara gedəcəm, mən dağçı olacağam, mən alpinist olacağam. Həqiqətən bu mənim heç vaxt belə bir həyat planım, həyat istəyim, belə bir hobbi deyək, məşğuliyyət deyək. Ümumiyyətlə bu mənim heç zaman ağlımın ucundan keçməyən bir məsələdir. Hətta bunu çox tez-tez vurğulayıram ki, mən bunu çox yerlərdə demişəm, çox yerdə demişəm ki, mən həyatda bütün peşələri, bütün işləri anlamışam və hər birinin mənasını da başa düşmüşəm. Amma yeganə bir sual olubdu ki, alpinistlər haqqında bu sualı dilimə gətirmişəm ki, mən doğrudan da bunları başa düşmürəm ki, bunlar bu zülmlə, hətta bilirlər ki, zirvənin başında onları ölüm də gözləyə bilir. Onlar zirvəyə gedirlər, zirvədən enirlər və nə olsun, yəni bu nə deməkdir? Və bu sual mənim həyatımın sanki çağırışına çevrildi. Mən yeganə bir məsələyə sual verdim və o yolundan getməyə davam elədim və bu mənim özüm üçün də çox təəccüblüdür. Və dağlara getməyə başlayanda mən ilk dəfə dağa getdim, sadəcə olaraq təcrübə etmək üçün ki, baxım dağlar necədir.
Və dağdan geri qayıdandan sonra düşündüm ki, mən bir daha ora getməyəcəm. Çünki çətindir. Deyirlər ki, təbiət gözəldir, dağlardan mənzərələr gözəldir. Dağlara gedəndə bu kənardan belə görsənir ki, təbiətdir, gözəllikdir, buludlardır, dağlardır, amma işin əslində, işin içində bu yoxdur. İşin içində zəhmət var, əziyyət var, əmək var, daima təhlükə var, risk var. Amma geri dönəndən sonra bir müddət keçəndən sonra gördüm ki, yox, mənim içimdə elə bir hiss var ki, o deyirlər ki, dağlar məni çağırır və həqiqətən də o çağırışın bir hissəsi gəldi mənə, o titrəyiş gəldi mənə. Mən ikinci dəfə dağlara getdim və fikirləşdim ki, dedim də ikinci dəfə də gedim. Yəni məndən bir şey getməz. Ola bilsin ki, bu dəfə daha əmin olaram ki, mən dağa getməliyəm ya yox. Və bir də ayıldım ki, artıq mən 10 ildir ki, dağlara gedirəm və daha sonra da növbəti zirvələri etdim. Amma mənim anladığım, bu yolda anladığım əsas məsələ bu oldu ki, mənim dağlara getməyim sırf alpinist kimi texniki çıxışlar etmək deyil. Yəni bu bir zirvə çıxışı və zirvəni etdim və bunun qarşısına bir işarə qoydum deyil. Mənim üçün hər bir zirvə bir transformasiyadır, bir yolculuqdur, bir özünü anlamaqdır. Amma eyni zamanda işin içində təkcə mən özüm yoxam. Eyni zamanda orada öyrəndiklərim, orada təcrübə etdiklərimi hekayələrlə, bax belə söhbətlərlə, danışıqlarla, TED Talklarda iştirak eləməklərlə, konfranslarda, məktəblərdə, universitetlərdə tələbələrlə görüşlərdə baxıram ki, doğrudan da heç bir kitabda, heç bir ensiklopediyada, heç bir yerdə olmayan real təcrübəni orada yaşamış bir insan kimi gəlib bu təcrübələri bölüşür. Və düşünürəm ki, bu çox qiymətli bir öyrənmədir. Çünki hər kəs uzaqdan dağı görür, amma hər kəsin gedib dağda olub və bu təcrübələri yaşama şansı yoxdur. Və belə olanda bunu da hər zaman qeyd edirəm ki, sanki mən dağlarla insanlar arasında bir tərcüməçi rolunu oynayıram ki, o dağlar nədir, dağlar nədən ibarətdir, orada nələr baş verir. Ki, bəzi insanlar var ki, heç ömür boyu dağa getməyəcəklər və onların belə bir düşüncəsi də yoxdur. Amma uzaqdan da olsa dağları və dağların belə deyim ruhunu anlamağa çalışırlar və bu ruhla, dağlarla insanlar arasında bağlantı rolunu oynayıram deyə eyni zamanda düşünürəm. Yəni mənim işim təkcə alpinizm və dağçılıq və dağlara gedib ancaq zirvələri fəth etmək deyil. Burada bir ruhsal yolculuq da var və eyni zamanda bir insanlara və cəmiyyətə xidmət də var. Bir ana üçün bu ekstrem idman növünə məşğul olmaq nə dərəcədə risklidir? Çox risklidir. Ümumiyyətlə dağçılıq özü çox riskli. Bəlkə də idman növləri arasında, məşğuliyyətlər arasında ən risklisidir həqiqətən. Amma bir tək onu başa düşürəm ki, həyatda bəzi işlər var ki, sən doğrudan da düşünürsən ki, bu məhz sənin üçündür. Sən məhz bunu etmək üçün bu dünyaya gəlmisən. Onda bütün statuslar, bütün adlar, bütün məsuliyyətlərin kitabı bağlanır və sən öz məsuliyyətinə fokuslanırsan. Maraqlıdır. Çünki bu mənim üçün təkcə belə deyil. Yəni mən buna məşğulam. Bu mənim üçün bir necə deyim, əyləncədir. Nə bilim özünü, nə bilim nədir? Yəni burada tamamilə fərqli dediyim kimi, yəni fərqli bir missiyanın olduğunu düşünürəm və belə olanda sanki bütün o deyilən statuslar, ana olmaq, övlad olmaq, həyat yoldaşı olmaq, onun kitabını bağlayıb kənara qoyursan. Burada artıq başqa bir kitab açılır və bu elə bir kitabdır ki, sən burada sırf köklənirsən ki, hardasan, nə üçün gedirsən və buradan sən nə qazanacaqsan, tamamilə ona fokuslanırsan. Və belə olan halda əsasən dağlarda şəxsən mən unuduram ki, mən övladam, mən həyat yoldaşıyam, mən anayam. Orada mən sadəcə olaraq vəfayam. Bəlkə də dağlar elə bir yerdir ki, orada mən özüməm. Yəni orada mənim heç bir statusum yoxdur. Yəni mən kiməmsə mən oyam. Yəni orada məni danışdırsan, sual versən, ana dağlarda o əriyib gedir. Yəni övlad, bütün mənim statuslarım kənarda qalır. Orada mən sırf özüməm və görünür ki, elə dağların bəlkə də möcüzəsi bundan ibarətdir ki, o sənə hər şeyi unutdurur. Hər şeyi unutdurur. Çünki dağlarda ciddi bir mübarizə başlayır. Həyatla ölüm arasında ciddi bir mübarizə başlayır və sən də orada istər-istəməz elə bir şey aktivləşir ki, həyatda qalmaq məsələsi aktivləşir və sən orada hər şeyi unudursan. Elə bir döyüş meydançasıdır. Sən orada döyüşə getmirsən və Hər şey ola bilər. Hər şey ola bilər, bəli. Ümumiyyətlə hər hansı bir zirvəyə yürüş etmədən öncə təbii ki, hazırlıq mərhələsi var. Bu işin hazırlıq mərhələsi necə baş verir?
Bəli, bütün idman növlərində olduğu kimi, burada da fiziki hazırlıq mütləqdir. Gündəlik belə deyim, xüsusi məşqlər olur ki, deyək, həftədə 3 dəfə və yaxud da ki, elə bütün həftəni kardio məşqləri edə bilirsən, ağırlıq məşqləri edə bilirsən. Dağçılığın özünə məxsus olan pilləkən qalxma, ağırlıqla pilləkən qalxma məşqlərini edə bilirsən və s. Amma çox da gözəl vurğulayırsınız ki, həm də anasınız. Ana olmaq hər zaman bütün məsələlərdən önə gəlir. Nə olursansa, nə edirsənsə, yenə bir anasan və məsuliyyətin var. Və mənim də ikinci övladım daha az yaşlıdır və az yaşlı olduğu üçün də ona çox diqqət ayırmalı oluram. İdman da belədir ki, indi hansısa bir yerə gedirsənsə, ən azından 2-3 saat, 4 saat orada vaxt keçirməli olursan. Yol, məşğul olmaq və geri qayıtmaq. Ona görə mənim gündəlik idmanla məşğul olma rutinim əsasən evdə və evin kənarında özüm üçün proqram qurmuşdum. Bu elə ağırlıq çantamla hardasa bir 20 kilo, 15 kilo civarında ayağıma xüsusi ağırlıq belə deyim, bağlamaqla elə öz yaşadığımız binada 16 mərtəbəni enib düşmək, harca 30-45 dəqiqə hər gün bunu etməklə və yaxud da ki, evimin ətrafında müəyyən marşrutu gündəlik 5 kilometr, 10 kilometr qaçmaqla və müəyyən ağırlıq məşqləri etməklə bax belə və təbii ki, bununla paraleldə dağlara getməklə və yaxşı ki, Azərbaycanda da Azərbaycan dağları var və bu imkan verirdi ki, əlçatandır, daha yaxındır, imkan verir ki, dağlara gedəsən, məşqlərini edəsən. Yəni bu belə, həm Bakıda, şəhərdə sənin fiziki hazırlığın olmalıdır, eyni zamanda dağlara da mütəmadi olaraq getməlisən ki, o enişlər, çıxışlar, bunu bədən tez-tez təcrübə etsin. Mən düşünürəm ki, bu iş həm də psixoloji dözümlülük tələb edir. Psixoloji dözümlülük, bax, məsələ də burasındadır ki, dağlarda biz hər zaman düşünürük ki, əgər sən fiziki hazırlıqlısan, yaxşı məşğul olmusansa, mütləq şəkildə zirvəyə çıxacaqsan, dağlarda uğurlu olacaqsan, bu belə deyil. Dağlar fiziki hazırlıqdan daha çox üst mərtəbədə dayanır sənin səbirli olmağın, sənin dözümlü olmağın, iradəli olmağın və bunu da məşq etdirmək həqiqətən digər məşqlərdən daha çətindir. Mənə görə bu yolda məhz iradə məşqini, məhz dözümlülük və səbr məşqini məndə formalaşdıran, daha erkən yaşlardan, çağlardan formalaşdıran əsas məşqlərimdən biri bizim dinimizdə də var, oruç tutmaq. Bunu mütəmadi olaraq etməkdir, təcrübə etməkdir. Mən Everestdə 7000 zirvədən, 7000-lik hündürlükdən sonra elə anlar olur ki, orada bir o qədər də qidalanma və bir o qədər də suya əlin bir o qədər də çatmır. Çünki həm buna vaxt yoxdur, həm zirvə yürüşlərindəsən, həm kəskin hava şəraiti və sən artıq bu təcrübəni real həyatda çox təcrübə etdiyin üçün dağlarda, hətta Everestdə mənim belə bir düşüncəm vardı ki, indi mənim bədənim elə bilir ki, mən yenə də bəlkə oruç tutmuşam, indi müəyyən saatdan sonra yemək yeyəcəm, amma Everest və Luxot zirvələrini edəndə mən günlərlə, 3-4 gün demək olar ki, ac və susuz idim. Düzdür, müəyyən qədər su içirdim, amma daha çox ac idim. Və mənim bədənim bəlkə də fikirləşirdi ki, indi yəqin ki, müəyyən saatdan sonra bu qida qəbul edəcək. Bax, yəni iradəni və belə deyim də, bu ruhsal praktikaları etmək mütləqdir. Bunu etməsən, yenə deyirəm, fiziki hazırlıq bir o qədər də adamın köməyinə çatmır. Everest zirvəsinə yürüşdə 300-dən çox alpinist həyatını itirib. Yəni bu 70 il üçün az bir rəqəm deyil. Eyni zamanda insan düşünür ki, buna səbəb olan amillər hansılardır? Hava şəraiti, düzgün marşrut seçilməməyi. Bu faciələr nədən qaynaqlanır? Sizin dediyiniz bütün məqamlar var. Əslində həm hava şəraiti ola bilər, həm təhlükəsizlik məsələləri var ki, orada diqqətsizlik edə bilərsən və yaxud da ki, ümumiyyətlə sağlıqla əlaqəli hər hansı bir problem yarana bilər. Yəni zəmanət yoxdur. Zəmanət yoxdur. Yəni orada nəyin necə olacağını bilə bilmərsiniz. Keçən il bizimlə eyni ekspedisiyada çox hazırlıqlı və çox məşhur alpinistlərdən biri idi. Onun Everestdə bilmirəm, bəlkə də 10-cu çıxışı idi, 11-ci çıxışı idi, bilmirəm. Amma məsələn onda ilk dəfə idi ki, fizioloji bir problem yarandı. Onun ağciyərinə su yığılırdı və o heç xəbəri yox idi ki, belə olubdu. O nəfəs alıb, nəfəs verməkdə çətinlik çəkmişdi. Hətta daha sonra onun intervyusunda qulaq asmışam ki, hətta düşünürmüş ki, deyəsən o həyatını bu dəfə Everestdə itirəcək. Yəni o dərəcədə dağ sənə hər an bir sürpriz edə bilər. Yəni baxmayaraq ki, nə bilim 8, 9, 10 dəfə Everestdə olubdu, amma günlərin bir günü yəni bədən tamamilə fərqli bir reaksiya verə bilər.
Və yaxud da hər şey yaxşıdır, zirvəni etmisən, aşağı enirsən, küləyin sürətindən hər hansı bir təhlükəsizlik tədbirini almamısan, külək sadəcə olaraq səni apardı və sən orada bilinməyən bir çata düşdün, həyatını itirdin. Yəni dağlarda belə təxmin, yəni təsəvvürə gətirməyən anlardan çox tez-tez rastlaşmaq olur. Ona görə burada dediyiniz, sadaladığınız bütün nüanslarla rastlaşmaq olar. Everest zirvəsinə yüksələnlər üçün saat 14:00 qaydası var, düzdür? Mənim belə anlayıram, dağçı kimi belə başa düşürəm ki, 14:00 budur ki, əgər sən zirvədə o zamana qədər qalmısansa, sənin aşağı düşmə ehtimalın azalır, sənin vaxtın azalır və biz ümumiyyətlə dağçı olaraq hər zaman zamanlamanı elə götürürük ki, səhər günəş doğanda biz artıq zirvədə olaq. Zirvədə olaq ki, geriyə qayıtmaq üçün bizim kifayət qədər vaxtımız olsun. Əgər biz o vaxtı keçəriksə, artıq hava şəraiti dəyişir, qaranlıq düşür, bizim gücümüz tükənir. Ona görə yəqin ki, bu qayda o qaydadan xəbər verir. Gənclər və İdman Nazirliyi tərəfindən idman səfiri olaraq təyin olundunuz və bu ad sizə hansı öhdəlikləri, hansı məsuliyyəti qarşınıza qoyur? Əslində mən bu xəbəri alanda çox sevindim. Gənclər və İdman Nazirliyində bu haqda çıxış edərkən öz prezentasiyamda bildirdim ki, mən idman səfirin məsuliyyətlərinə və iş prinsiplərinə baxanda orada sözün əsl mənasında özümü görürdüm. Ona görə ki, Everestdən öncə də idmanın təşviqi ilə məşğul idim və bu mənim bir həyat tərzim idi. Everestdən sonra da bu dinamika artan, belə deyim də, artdı ki, azalmadı və baxdım ki, bu idman səfirinin prinsipləri və xüsusiyyətləri ilə o qədər məsuliyyətlərlə o qədər üst-üstə düşür ki, və mən tam gördüyüm bir işə sadəcə olaraq bir başlıq gəlirdi, idman səfiri və bu məni çox sevindirirdi. Nəyə görə sevindirirdi? Yəni mən artıq daha geniş auditoriyaya, daha geniş kütləyə xitab edə biləcəm. Daha çox insanlara mənim çıxışım olacaq və bu mənim çox sevdiyim sahədir və mən bu sahədə onsuz da aktivəm və öz fəaliyyətimi davam etdirirəm. İndi buna da gözəl bir ad var və mən də bu adı böyük qürurla və məsuliyyətlə sevə-sevə öz işimi görürəm. Siz bu missiyanı icra edən bir insan kimi alpinizmin ölkəmizdə inkişafına inanırsınız? Əlbəttə inanıram. Çünki insanlarda artıq bir fərqindəlik yaranır. İnsanlar daha çox məlumatlı olurlar. Daha çox suallar gəlir. Nədir dağ? Everest, qadın getdi, necə getdi? Daha çox araşdırma başlayıbdı. Daha çox suallar var və daha çox insanlar bunun haqqında eşidir. Amma mən yenə də bunu vurğulamaq istəyirəm. Hətta baxmayaraq ki, dağçılıq bir idman növü hesab edilir. Amma mənim heç bir danışığımda dağlara getmək, alpinizmlə məşğul olmaq, bu kimi şeylərə təşviqat yoxdur. Çünki bunun bir tərəfi, yenə deyirəm, çox riskli olduğu üçün burada təşviq etməkdə bir balaca ehtiyat edirəm. Amma bunun arxasına verdiyim mesaj budur ki, siz öz Everestinizi tapın, siz öz məşğuliyyətinizi tapın, siz özünüzün təbiətdə olsun, ümumiyyətlə idmanın digər sahələrində olsun, nədə hərəkət etmək istəyirsiniz, özünüzü nədə tapa bilərsinizsə, insanları ona təşviq edirəm. Üç qitənin ən yüksək nöqtəsini fəth eləmisiniz və maraqlıdır ki, növbəti hədəf hansıdır? Növbəti hədəf, əslində mən heç Kilimancaronu da hələ bu yaxın gələcəkdə hədəfləməmişdim. Tamam başqa bir mövzuda dağçılarla söhbət edəndə Kilimancaro üfüqdə görsəndi və mən tez bir zamanda çantamı yığdım, Kilimancaroya getdim. Növbəti hədəflərim Şimali Amerikada, Cənubi Amerikanın ən hündür zirvələridir. Amma bildiyimiz kimi dağlar çox böyük bir büdcə tələb edir. Hal-hazırda danışıqlar gedir, hal-hazırda bunun üzərində işləyirəm. Hardan müsbət cavab alaramsa və eyni zamanda hansı dağ üfüqdə görünərsə, mən həmin dağın arxasınca da gedəcəm. Bəli, 7 zirvə proqramıdır. Tamamlamaq niyyətindəyəm. Amma mən hər zaman deyirəm ki, hansı dağ çağırsa və yol hələ görək məni hara aparacaq. Yəni tamamilə prosesdən asılıdır ki, mən hansı dağa gedəcəm, yolculuq necə olacaq. Bu hər şey həyatdan asılıdır və şəraitdən asılıdır. Bu cəsarətli, bu iradəli yolda sizə ancaq uğurlar arzulayırıq. Mən də təşəkkür edirəm dəvətiniz üçün. Mənim üçün çox xoş oldu öz hisslərimi, duyğularımı və təcrübələrimi sizinlə bölüşmək.